Salam dəyərli izləyicilərimiz, Qərbi Azərbaycan televiziyasındayıq. İcma gündəmi verilişinin növbəti buraxılışını təqdim edirik. Uzun zaman idi ki, sizlə görüşmürdük, ancaq bugündən başlayaraq icma gündəmi davam edir. Hələlik həftəlik icmala nəzər salaq, daha sonra müsahibimizi sizə təqdim edəcəm. Bu həftə Qərbi Azərbaycanla bağlı mühüm beynəlxalq qərarlar, maarifləndirici tədbirlər və elmi araşdırmalarla yadda qaldı. İcmanın təşəbbüsü və tərəfdaş qurumların dəstəyi ilə keçirilən tədbirlər bir daha göstərdi ki, qayıdış ideyası həm yerli, həm də beynəlxalq səviyyədə geniş dəstək qazanmaqdadır. İyunun 21-22-sində İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbulda keçirilən 51-ci sessiyasının yekun sənədlərinə Qərbi Azərbaycan məsələsi salındı və ayrıca qətnamə qəbul olundu. Qərarda Qərbi Azərbaycanlıların deportasiyası və mədəni irsinin məhv edilməsi qınanır, onların ləyaqətli və təhlükəsiz qayıdışına birmənalı dəstək ifadə olunurdu. İcma İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qarşı Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi 23 iyun tarixli bəyanatı qətiyyətlə rədd etdi. Bildirilib ki, Ermənistandan azərbaycanlıların çıxarılması zorakılıqla həyata keçirilib və monoetnik Ermənistan dövləti faktiki olaraq mədəni soyqırımı həyata keçirib. İcma beynəlxalq ictimaiyyəti bu təxribatı qınamağa çağırdı. İyunun 23-də Qərbi Azərbaycan icmasında Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə diplomatik korpusun nümayəndələri Qərbi Azərbaycanlıların qaçqınlıq taleyi və qayıdış hüququ ilə bağlı məlumatlandırıldılar. Video çax nümayiş olundu, etnik təmizləməyə məruz qalan insanların çıxışları dinlənildi. İyunun 24-də Qərbi Azərbaycanlılara məxsus qəbristanlıqların sistemli şəkildə dağıdılması ilə bağlı elmi əsaslara söykənən Qərbi Azərbaycan İrsi kitabının 1-ci cildi təqdim olundu. Kitabda qəbristanlıqların əvvəlki və indiki vəziyyəti sənədlərlə təqdim olunur. Layihə dövlət arxivləri, peyk görüntüləri və xəritələrlə aparılmış tədqiqatlara əsaslanır. Seriya 5 cilddən ibarət olacaq. İyunun 25-də keçirilən forumda 300-dən çox gənc müəllim qayıdış konsepsiyasının təbliğində üzərinə düşən rolu müzakirə etdi. İki panel çərçivəsində elmi təhsil mühitində Qərbi Azərbaycan mövzusunu yerinə dair fikir mübadiləsi aparıldı. Tədbirin sonunda Qərbi Azərbaycana qayıdış olimpiyadasının qalibləri mükafatlandırıldı. Daha bir elanı nəzərinizə çatdıraq. İyunun 27-29-unda Qubada tarixin izi ilə yaddaşımız gələcəyimizdir adlı 3-cü gənclər düşərgəsi keçiriləcək. Düşərgə könüllülərin Qərbi Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olması və bu mövzuda ictimai fəallığın artırılması məqsədini daşıyır. Dəyərli izləyicilərimiz, icma gündəmi davam edir. Bugünkü qonağım, bugünkü müsahibim Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, dəyərli təhsil belə deyək sistemimizin dəyərli nümayəndəsi Mirfaiq müəllim Mir Heydərlidir. Xoş gəlmisiniz Mirfaiq müəllim. Sağ olun. Mirfaiq müəllim, son günlər icma artıq bir növ belə bir hərəkata başlayıb. Bu da yeni nəşrlərin, belə kitabların nəşr olunması ilə bağlıdır. Bu kitablarda, yeni nəşrlərimizdə sırf Qərbi Azərbaycan həqiqətləri, faktlarla, sübutlarla öz əksini tapır və bu kitablardan biri də, bu nəşrlərdən biri də elə yenicə o təqdimatına yığışdığımız çox möhtəşəm bir təqdimat keçirildi. Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində ermənilər tərəfindən Qərbi Azərbaycanlılara, yəni sırf Azərbaycanlılara məxsus olan mədəni, maddi mədəni irsin, yəni ən əsası da qəbristanlıqlarımızın qərəzli şəkildə, bilərəkdən dağıdılması, yer üzündən silinməsi ilə bağlıdır. İstərdim ki, bax, elə bundan başlayaq, elə o kitabı da bu günləri burada nümayiş etdirək ki, bu kitabda nələr əks olunub və bu kitabı bəlkə çoxları yəni bir kitab kimi düşünür, ancaq bu əslində bir sənəd toplusudur. Burada bir məlumat toplusu var. İstərdim bax, biraz kitab haqqında danışaq sizlə. Təşəkkür edirəm Lamiyə xanım dəvətə görə. Doğrudan da dünən çox möhtəşəm bir təqdimat oldu. Əslində o təqdimatın elə özü də bu kitabın məzmunu kimi üzərimizə müəyyən vəzifələr qoyur. Qərbi Azərbaycan İcması bütün istiqamətlərdə fəaliyyətini genişləndirir. Hər fəaliyyət, göstərdiyi fəaliyyət sanki digər fəaliyyətə bir təkan olur. Və düşünürəm ki, bu nəşrlərlə bağlı da xüsusilə bu sonuncu demək kitabın buraxılışı olduqca demək nəinki mən deyərdim Azərbaycan üçün, Azərbaycan
vətəndaşları üçün. Bəli. Başqa ölkələrin hətta o yer ki, hal-hazırda ora yerənibdilər, o ölkənin vətəndaşları üçün də düşünürəm ki, bu maraq kəsb edəcək. Yəni bu kitabın məzmunu həmin ölkədə bizim Qərbi Azərbaycanda sonradan məskunlaşan ermənilərin özünə də maraqlı olacaq düşünürəm ki. Çünki onlar tarixi həqiqətləri Çoxları bilmir. Bəli, Mirfəxr müəllim, yeni gələnlər ümumiyyətlə bilmirlər. Bəli, o qədər başaq demək təqdim ediblər ki, vətəndaşlarına saxta tarix uydurublar, saxta tarix yaradıblar və gənclik, məktəblilər, sonradan isə bütövlükdə millət olaraq öz yalanlarına özləri inanmağa başlayıblar. Mən düşünürəm ki, bu kitabda olan məzmun belədir ki, mən kitaba baxmışam. Sözsüz ki, bunun hamısını oxumaq xeyli vaxt aparacaq. Amma burada olan materialların bir qismini mən bizim araşdırması alimlərimizin kitablarında rast gəlmişdim. Bu demək məzmunda kitabın buraxılması, bu sözsüz ki, həm də xarici ölkə vətəndaşları, maraqlı deyək ki, dövlətlər var. Bizim dostlarımız var, düşmənlərimiz var. Deyək ki, düşmənlərimizin dostları, düşmənləri var. Onlar üçün də maraqlı olacaq. Çünki burada artıq bizim sözlərdən ibarət deyil bu kitab. Çar Rusiyası tərəfindən xaricdən demək bir keçmişi hərbçi olan bir nümayəndə dəvət olundu və tapşırıq belə verildi ki, yerlərdə yaşayan əhalinin milliyyəti, məşğuliyyəti və s. Vergi formaları... Siyahıya almadı da bu. Siyahıya alınması, bəli. Bunu çox ətraflı aparıblar və deyim ki, sizə bu niyə görə daha maraqlıdır bu kitab? Burada artıq yaşayan əhali, onun məşğuliyyəti, hər kənd bəkənd milliyyəti, hətta cinsi, neçə nəfər qadın, neçə nəfər kişi və s. Bu, biz tərəfdən aparılmayıb. Kimsə desin ki, burada Azərbaycanlılar həqiqəti mi deyib və yaxud da saxtakarlıq edib. Yəni, nə o, nə bunu bizim adımıza deyə bilməzlər. Yəni, Çar Rusiyası tərəfindən aparılıb. O, deyək ki, Rusiya tərəfindən ki, erməniləri bunlar özləri məskunlaşdırıb. Özlərinin də ortaya qoyduğu siyahılar var. Və burada həm o baxımdan, həm də birisi necədir, dünən orada da qeyd olundu və mən yazılarımın birində də yazmışdım ki, millətin bu və digər yerdə yaşamasını göstərən birinci məsələ qəbristanlıqlardır. Bəli, təbii ki. Yəni, insan harada yaşayırsa, aşağı, yuxarı, bir neçə bu rəhmətə gedir, vəfat edib, haradasa dəfn olunmalıdır. Haradasa harada özünə yaxın olan yer. Bu nöqteyi nəzərdən siz fikir verirsə, bunların əsas o silmək istədikləri qəbristanlıqlardır ki, başa düşürlər, çox gözəl anlayırlar ki, bir halda ki, o qəbristanlıq insanın ilk yaşadığı yeri göstərən yerdir, demək, buranı silmək lazımdır. Bir dəfə də demişdik ki, bunu da, indi bilirsiniz, internet əsridir. Bunu da harada hansı hərəkətlik varsa, o hərəkətliyi görürük. Burada maraqlı nədir? Demək, müxtəlif o aparıcı dövlətlərin vaxtilə məxfi qaydada həyata keçirdiyi məxfi yollarla, demək, Çar Rusiyası, yox, SSR, artıq SSR vaxtından danışıram, bizim orada olduğumuz vaxtlardan danışıram, o vaxt üçün mövcud olan qəbristanlıqların, ümumiyyətlə digər, deyək ki, yaşayış məskanları olsun, deyək ki, evlər, filanlar, nə varsa, əkin sahələri olsun, çayı və s. nə varsa, bunun hamısının, yəni təbiət bütövlükdə, bir də yaşayan insanlar, bir də onun dəfn olunduqları yerlər. Bunun hamısını vaxtilə məxfi qaydada çəkilişini aparıblar. O vaxt ki, biz ondan xəbərdar olmamışıq. Amma Amerika Birləşmiş Ştatları deyək ki, bu şeyləri eləyibdir. Və bizim, deyək ki, Qərbi Azərbaycan icmasının, də dövlətimizin bu artıq hünər məsələsidir ki, o materialları əldə edib. O materiallar əldə olunub, buna kimsə elə belə kitab kimi baxa bilməz. Bu,
hüquqi baxımdan, mənəvi baxımdan, tarixi baxımdan o qədər qiymətli bir kitabdır ki, bunu vərəq-vərəq oxumalısan və onda görəcəksən ki, demək, bizim qayıdışımıza xidmət eləyəcək hansı möhtəşəm bir əsərdir bu. Burada qeyd elədiyim kimi, həm demək, əhalinin siyahıya alınması həyata keçirilib, həm də məşğuliyyətindən tutmuş, hətta mal qarasından tutmuş, təsərrüfatından tutmuş, verdiyi vergidən tutmuş hər şey var. Burada bir maraqlı da cəhət də nədir? Hər kəndin özünün həm də tarixi var. Bəli. Demək, biz qəbristanlıqlar haqqında məlumat veririksə, hansı kənddən söhbət gedir? Tutaq ki, məsələn, biraz öz tərəfimə çəkimdə, Dəmirçi kəndindən. Təbii ki, hərə öz kəndini orada axtarır. Deyək ki, Dəmirçi kəndindən söhbət gedirsə, Dəmirçi kəndinin əvvəlcə tarixi verilir. Bəli. Özdə bizim yazdığımız tarix verilmir. Daha doğrusu statistik məlumatlar verilir. Bəli. Onu da bayaq qeyd elədiyim kimi Çar Rusiyasının bura göndərdiyi nümayəndələrin dili ilə verilir. Bəli. Demək, kənd var. Həmin kənddə yaşayan əhali var. Kim deyir? Sən deyirsən. Erməni bura məskunlaşdıran. Bəs onda erməninin adını niyə saymırsan orada? Bəs neçə erməni yaşayıb, o niyə yazmırsan orada? Yoxdur ki, yazmırsan. Yoxdur ki, yazmırsan. Ondan sonra digər məlumatlar verilir və ən nəhayət, çünki bu birinci nəşr bilirsiniz ki, birinci cild qəbristanlıqlarımızla bağlıdır deyə və nəhayət çox geniş orada məlumatlar verilir. Hətta həmin devirdə o hərəkətliyi qeyd edən 60-cı illərdə, ondan əvvəlkilərdə qeyd edən, siz fikir versə, burada bax, bütün o çəkilişlər var. O çəkilişlər var və bugünkü çəkilişlər də var. Bugün bilirsiniz ki, internet təsiridir. O məsələlər daha yaxşı həyata keçirilə bilir. Görüntüdən daha yaxşı görsənir. Bütün çəkilişlər var və müqayisələr var. Demək, tutaq ki, 70-ci ildə, məsələn, Şöllü kəndində, Zəngibasar rayonunun Hacı Elləz kəndində, Zəngilər kəndində və bizim Zəngibasar Uluxanlı qəsəbəsinə çıxandan sonra orada bir bizim Ağadədə piri var idi, qəbristanlığı var idi. Orada, hələ mən bunları sadaladım da, deyək ki, Çobankərə vaxtı ilə 48 Əgüstə köçürəndən sonra orada mövzu olan qəbristanlığı dağıtmışdılar. Onları müqayisə edirsən, bugündən həmin o tarixdəki müqayisə edirsən, məlum olur ki, yer üzünə siliblər. Özdə birisi necədir? Bir var, yer üzündən bir şeyi silirsən, sırf sənin saxta tarix yaratmaq üçün, orada mövcudluğunu saxta yolla göstərmək üçün edirsən. Bir də var, mənəviyyat pozğunluğuna yol verək edirsən bunu. Yəni, vandalizm elementləri var orada. Belə qatı, belə deyək də, düşmənçilik bir hissləri ilə eləyirsən onu. Mirfaq mənim, sözünüzün qüvvəti, bax, bir məsələyə toxunacam. Deməli, çox vaxt Ermənistanda, hazır ki, indiki Ermənistanda bir çox dairələrin nümayəndələri, belə deyək, təmsilçiləri, elə baş nazirin özü də dəfələrləndir ki, Qərbi Azərbaycan var, Qərbi Azərbaycan yoxdur. Yəni, Azərbaycan qərbi Tovuzdur, Qazaxdır, Ağstafadır. Bu kitab nəinki ermənilərin özünə, bayaq siz də qeyd elədiniz ki, yəni bunu daha çox ermənilərə daha çox lazımdır bu kitab ki, bir görsünlər ki, Qərbi Azərbaycan hardadır və Azərbaycanlılar həqiqətən harda yaşayıblar. Bütün dünyada kim ki Qərbi Azərbaycanla maraqlanmaq istəyir, yəni kim ki bizim sözümüzə bir balaca şübhə ilə yanaşır ki, Azərbaycan bəlkə özündən uydurub, bu Qərbi Azərbaycan yoxdur və heç Azərbaycanlılar orada yaşamayıblar. Bu kitab onlar üçün, yəni çox gözəl bir maddi sübutdur və onların qarşısına çıxacağımız, bax, həmin o əksini deyənlərin, etiraz edənlərin, belə deyək də, qarşı gələnlərin qarşısına çıxacaq çox dəyərli sübutdur ki, biz bu sübutlarla, yəni mən demirəm ki, dəyərli nəsə sözdür, nəşirdir, yox, dəyərli sübutdur. Yəni burada sırf faktlara əsaslanıb peyk görüntüləri, baxın, orada nələr yoxdur, peyk görüntülərin şəkilləri. Siz bayaq da qeyd elədiyiniz kimi, kəndlər haqqında məlumatlar, o Çar Rusiyası vaxtında
opis deyirdilər o vaxtı. Siyahıya alma, və siyahıya Chopin-in. alma, bəli, həmin o Chopin-in lap siyahıya alması olsun, ən çoxunu o edib. Yəni bax o kitabdan, həmin o siyahıya almadan olan məqamlar, bəndlər, hər şey burada öz yerini tapıb və kənd-bəkənd və hər bir Qərbi Azərbaycanlı, şəxsən mən bir Qərbi Azərbaycanlı deyirəm, bu kitabı əlimə aldığımda ilk olaraq öz kəndimizi axtardım. Yəni mənə elə gəlir ki, hər bir Qərbi Azərbaycanlı üçün bir bəlkə də bir abidədir. Bax bu kitab. Adam ürək yanğısı ilə, içində bir intiqam hissi ilə ki, niyə axı mənim dədəm, babam, nənələrim o qəbirstanlıqda ola-ola siz onu yerlə yeksan eləmişsiniz. Məsəl üçün bizim kəndimizdə 2 qəbirstanlıq olub, birinin üstündə artıq kilsə tikiblər, birinin üstündən yol çəkiblər. O qədər ağrılıdır ki, bunu eşitmək. O qədər ağrılıdır ki, bunu görmək, gözünlə görmək. Biri var ki, kimsə sənə deyir bunu, bir də var sən faktla görürsən. Və biz bunu düşünürəm ki, bütün ən tutarlı faktdır bu bizim üçün, sübutlarla doludur. Bir şey də deyim, bu kitab sanki bir hüquqi sənətdir. Bəli. Məsələn, bu kitabı tərcümə edib biz başqa İnşallah tərcüməsi də olacaq. dillərə tərcümə edib yaysaq, bu kitaba yanında dayanıb nəyisə izah eləməyə ehtiyac yoxdur, bəli. Burada hər bir şey özü səni çəkib aparır. Aparır, bəli. Mən yenə deyirəm, indi vaxt olmayıb hamısına baxam. Bəli. Ancaq təbii birinci öz kəndimizə baxmışıq. Ancaq vərəqliyə ki, mən məsələnin mahiyyətini tam tutdum. Mənə elə gəlir ki, bu kitabın vasitəsilə bu sanki bir hərəmizə bir qələm, silah qələm deyək də belə verilibdir. O qələmlə qayıtmaq istəyir vətənə. Bax, bu bizə işıq, yol göstərir. Bir də deyirəm, bizdən daha çox. Çünki bizim indi ayrı epizodları, məlumatları bizim alimlərimiz də yazmışlar. İndi nələrsə biz bilirik, nələrsə bilmirik, nələrsə oxuyub öyrənirik. Amma burada məlumat elədir ki, elə dolğundur ki, bax burada müəyyən məlumatlar verilir, sonra istinadlar var. İstinadlara baxırsan, Kafkaski kalendar, 1917 qod, Atdel Satişevski pod redaksiyaya filan kəs. Sonra Respublika Armeniya. Yəni, əksəriyyət elə özlərinə istinad. Politiическая история, сборник документов и так далее. Sonra ingiliscə. Demək, burada mən baxıram, yəni kimsə bunun, bilirsiniz, bu kitabın həm də inandırıcılığı olmalıdır. Bir şey oxuyanda, bir faktı oxuyanda adam axı əvvəlcə bir instinktiv olaraq hiss edirsən. Burada yalan var ya yox. Burada Azərbaycanlının yazdığı deyə bir şey yoxdur. Yoxdur. Azərbaycanlının sanki bir tərtibatı var. Sanki belə görsənir. Düzdür, bunu ayrı-ayrı epizodlarda Azərbaycanlılar işləyib, onlardan deyək ki, araşdırma aparanda işləyiblər də. Maraqlı odur ki, bunu kim oxusa... İstinad, bəli, istinad xarici mənbələrdir. İstinad bu kitabın... Və erməni mənbələridir. Tamamilə doğru. İstinad bu kitabın həqiqət olduğunu göstərir. Yəni, bizim orada heç bir bu və digər şəkildə maraqlı tərəfdən nəsə yazdığımıza dair burada heç nə yox. Ona görə bu kitab, bir də qeyd edirəm, həm hüquqi baxımdan, həm mənəvi baxımdan, həm tarixi baxımdan, həm inanın ki, riyazi baxımdan, mən riyaziyyatçıyam deyərsiniz, burada riyaziyyata aid nə var? Riyaziyyata aid burada simmetrik quruluşlardan tutmuş, tərtibatdan tutmuş hər şey var. Yəni bir kitabın, bəzi kitablar var, əgər alırsan, oxumaq istəmirsən. Bunu istəyirsən ki, hökmən buradan bu məlumatları öyrənəsən. Mən düşünürəm ki, Allah deyən olsa, o birisi cildlər də hazır olar. Sözsüz ki, bu cild, yəni bu həcmdə və bu keyfiyyətdə və məzmunda hüquqi baxımdan da, digər baxımdan da qeyd elədi ki, əvəzi yoxdur bunun. Çox möhtəşəm bir əsərdir. Əgər biri sırf qəbirstanlıqlara həsr olunubsa, mənə elə gəlir ki, digərləri bizim bütövlükdə orada mövcudluğumuza artıq heç kəsdə şübhə qoymayacaq. Qoymayacaq, bəli. Biz ora vətəndaşıyız, biz qayıtmalıyıq. Özdə qeyd olunduğu kimi, cənab prezident qeyd elədiyi kimi, bizim özümüzün hazırladığımız konsepsiyada qeyd olunduğu kimi, biz bax, bunun sahibiyik deyə deyirik ki, ləyaqətlə qayıtmaq istəyirik.
deyirik ki, təhlükəsizliyimiz təmin olmaqla qayıtmaq istəyirik. Yəni bu məsələlər elə-belə deyilmir. Bax, belə bir zəngin baza olduğuna görə biz onu deyirik. Bir daha Mir Faiq müəllim, buradan təşəkkürümüzü bildirmək istəyirik. Bax, kitabın həm ideya müəllifinə, həm müəlliflərə, yəni çox sağ olun, çox təşəkkür edirik. Bütün Qərbi Azərbaycanlılar, bütün Azərbaycan, bax, bu məlumat toplusunu belə gözəllikdə ərsəyə gətirdiyiniz üçün sizə minnətdardır və düşünürəm ki, gələcək nəsillər üçün, ümumiyyətlə bu tədqiqatla, Qərbi Azərbaycan mövzusunun tədqiqatı ilə məşğul olan alimlərimiz üçün də bu çox dəyərli bir istinad mənbəyidir, dəyərli bir dərslikdir, mən deyərdim. Tamam, mən də sizə qoşuram, amma bir şey deyim ki, biz oxuyub fikirlər bildiririk. Bəli. Amma burada böyük zəhmət var. Bəli. Bu ideya müəlliflərindən tutmuş, yazanlar, bu qədər materialı bura toplayanlar, nə bilim, o vaxtı ilə əl çatmaz mənbələr saydığımız, məxfi mənbələr saydığımız, amma bugün Azərbaycan üçün belə stolun üstünə qoyulan mənbələr ki var, onları əldə edən, o yollara, deyək ki, baş vuran, bütün kimlər varsa, onlar artıq tarixdirlər. Bəli. Onlar bizim Qərbi Azərbaycan tarixində və Qərbi Azərbaycan tarixi də elə Azərbaycanın öz tarixi deməkdir. Böyük izlər qoymuş və bu tarixə düşmüş insanlar. Sağ olsunlar onlar da. Bəli, möhür mən adlandırardım bu məlumatlar toplusunu. Bir daha təşəkkür edirik. Sizə də təşəkkür edirik ki, bugün gəldiniz studiyamıza və fikirlərinizi bizlə bölüşdünüz. Dəyərli izləyicilərimiz, Qərbi Azərbaycan irsi, Ermənistanda dağıdılmış maddi mədəni irsimiz haqqında hələ daha çox danışacağıq və bu nəşr haqqında, məhz bu nəşr haqqında da bir çox insanlarımızın fikirlərini almağa çalışacağıq növbəti buraxılışlarımızda. Hələlik isə İcma gündəminin bugünkü buraxılışı burada bitir. Növbəti buraxılışımızda görüşərik. Özünüzdən müğayət olun. Sizinlə mən idim Lamiyə Rövşən qızı. Sağ olun.